Yoldaşlar, bura Müslüm İbn Əqilin övladlarının İbrahim və Məhəmməd iki balasının qəbri şərifidir. Gedirik görəmə ziyarət eləməyə inşallah. Müslüm İbn Əqilin övladları Kərbəla əsirləri ilə gedəndə bunları tuturlar, zindana salırlar. Sonra bunlar zindandan qaçır. Burası gəlib bu tərəfdə Müseyib şəhərində təqribən Kərbəlaya 35-40 kilometr məsafədə Haris adında biri bu uşaqların başını kəsir. Allah bütün arzunda olanlara ziyarət nəsib eləsin. Bu Muhammed İbn Müslüm'dir. Bu birisi ise İbrahim İbn Müslüm. Her ikisi Müslüman balalarıdır. Allah Əhl-i Beytin bu dünyada ziyaretin, ahirette ise şəfaətin bizlere nəsib eləsin. Amin.